Şəkildə y bərabər -3x-4 funksiyasının qrafiki verilmişdir. Qrafik əsasən A vur B hasilini tapan. A nöqtəsinin koordinatları burada A 0-dır. B-nin koordinatları isə 0, B-dir. Və hər iki deməli nöqtəni gətirib funksiyada yerinə yazaq. İlk öncə bu nöqtəni yazaq. 0 bərabərdir. -3 vurulsun A üstəgəlsin 4. Buradan A-nı tapaq. 3A bərabərdir 4-ə və A da bərabərdir 1/3-də 1-ə. Yəni 4 bölünsün 3-ə. Digər tərəfdən və yaxud da elə 3-də 4 yaza bilərik. Çünki sonda hasil tapacağıq. Digər tərəfdən B-nin koordinatlarını yoxlayaq. B bərabərdir -3 vurulsun 0 üstəgəl 4. Deməli B bərabərdir 4-ə. Və A vurulsun B hasili. Deməli A olacaq 3-də 4 vurulsun 4. Bu dedir 3-də 16. 16-nı da 3-ə böldükdə 5/3-də 1.